Profesör olmaq bir tituldur, cərrah olmaq isə bir məsuliyyət. Sizin üçün bu iki kimlikdən hansını daşımaq daha ağır olub? Təbii ki, cərrah. Təbii ki, cərrah. Profesör olmaya da bilərdin, profesör tituluna gəlib çatmaya da bilərdin, doçent ola bilərdin, heç elmlər namizəd olmaya bilərdin. Amma cərrah olmaq, əsl cərrah olmaq hər kəsə nəsib olmur. Profesör ola bilərsən, oxuyarsan, çalışarsan, işləyərsən, profesör olarsan. Yox, bu cərrahiyə deyilən bir şey, bu cərrahlıq sənə, mən belə deyərdim, doğuşdan verilməyibsə o qabiliyyət, sən cərrah olamazsın. Elə şeylər var ki, onu çalışmaqla əldə eləmək mümkündür. Elə şeylər var ki, onu çalışmaqla əldə etmək mümkün deyil. Ad çəkmirəm, mən bir professorun yanında işləmişəm, yəni bir yerdə işləmişəm. Çox nomenklatur deyərdim, çox yüksək savada malik, teoretik savada malik bir insan idi. Yəni, ensiklopedik bir savadı var idi. Profesör idi. Amma cərrah ola bilmədi. Qısa və konkret, cərrah ola bilmədi. Ömrünün 50-60 ilini cərrahiyə verdi. Amma o cərrah ola bilmədi. O profesör oldu. Ensiklopedik biliyi var idi. Hər sahədən deyirsən, yüksək səviyyədə erudiyirvənə bir insan idi. Yüksək erudisiyası var idi.